3D Max'da, moldinglərdə, paduqalarda patina effektini necə yaratmaq olar? Patina effektini əldə etmək üçün iki materialdan istifadə edəcəyik. Bir baza rəngi ağ, ya istənilən rəngdə, bir də qızılı materialımız. Bu materialları bir-biri ilə qatışdırıb patina effekti almaq üçün bizə Corona Layered MTL materialı kömək edəcək. Base material slotuna ağ materialımızı əlavə edirik. Layer 1-ə isə qızılı materialımızı əlavə edirik və bu materialı obyektimizə əlavə edirik. Patina effekti yaratmaq üçün bizə iki prosedur kart kömək edəcək. Biri Corona Curvature, bir də Corona AO. Kartımızı açaq, belə bir ayarları açılır. Bunu əlavə edirik Mask 1-ə. Çünki bizim qızılı materialımız Layer 1-dədir və görürük ki, belə bir effekt yaranır. Deməli, base colorımız qara qala bilər. Convex colorımızı da qara edirik və concave color isə ağ edirik. 3D Max'da qara və ağ nəyi bildirir? Qara 0-dır, yəni hərəkətsizlik, ağ isə 1-dir, maksimum hərəkət. Patina effekti artıq yaranmağa başlayır. Distansiyamızı burada dəyişirik. 0-1 edək. Görürük ki, distansiyamız azalır. 5 edəndə distansiyamız çoxalır və distansiyanı qaldırdıqca yayılmağa başlayır effekt. Rəngi gücləşdirmək üçün Color Spread-dən istifadə edirik. 1 etdikdə rəngimiz daha gür olur. 0 olduqda rəngimiz daha solğun olur. Burada dərəcəsini göstərir. Bunu da 1 etdikdə dərəcəli bucaqlı yerlərdə daha çox effekt göstərir. 0 etdikdə daha az. Bu effektimiz sadə belə düz olmasa, daha maraqlı olsun. Materialımızı biraz çətinləşdirək. Distansiya bölməsinə belə bir ağ-qara tekstura əlavə edək. Max Distance bölməsinə əlavə edirik və bizim kraskamız, patinamız artıq sadə düz görsənmir. Belə bir effekt yaranır. Bu rənglərlə, məsələn, base color-ın qara yox, onun əvəzinə ağ etsək, çöl tərəfə də təsir edir. İkinci prosedur mapsimiz isə Corona AO-dur. Mask 1-ə əlavə edirik. Corona AO da həmin prinsiplə işləyir. İki rəng, burada Corona dəyişmə olur. Çölə işləsin içəri və yaxud çöldən içəri bir yerdə. Distansiyamızdır. Color Spread həmənki rəngimizi daha gür olmasını göstərir. Hal-hazırda base color-la qızılı teksturanın yerini dəyişmək lazımdır. Burada dəyişə bilirik ya da ki bu ağ-qaranın swap edirik, yerlərini dəyişirik, materialımız düzgün işləsin. Distansiyamızı çoxaldırıq, belə bir maraqlı effekt ala bilirik. Patinamız daha maraqlı görsənsin deyənə həmən ağ-qara teksturanı burada da istifadə edə bilərik. Əlavə edirik Corona AO Distance slotuna. Formamız avtomatik dəyişir, artıq belə maraqlı patina əmələ gəlir. Distansiyamızı çoxaldırıq. Artıq patinamız daha maraqlı görsənməyə başlayıb. Belə sadə manipulyasiyalarla maraqlı patina effektini əldə etmək olur. Bunu həm mebelə, həm moldinqə istifadə etmək olur. 3D qrafikanı öyrənmək istəyirsənsə kanalımıza abunə ol. Yeni dərslərimizə